Salam uşaqlar. Koderadan dərs 1-in ikinci sualına baxırıq. Daxil edilən natural n ədədindən əvvəlki tək ədədi çap edən proqramı Python dilində yazın. Deməli, gəlin fikirləşək. Əgər daxil edilən n ədədi tək ədəd olsa, o zaman bundan əvvəl gələn tək ədəd 5-dən 2 vahid kiçik, yəni 3 olmalıdır. Düşünək ki, daxil edilən ədədimiz 5-dir. Əgər daxil edilən ədədimiz cüt ədəd olsa, məsələn 10 olsa, bu ədəddən əvvəl gələn tək ədəd 9-dur. Yəni bundan bir vahid kiçikdir. Deməli, biz ədədimizi istifadəçidən alaq. İxtiyari bir ədədi istifadəçidən alıram. N bərabərdir int input. Və burada bir şərt qoyaq. Əgər daxil edilən bu n ədədini 2-yə böləndə qalığımız 0-a bərabərdirsə, yəni bu nə deməkdir? N ədədi cüt ədəddir. O zaman çap etsin. Cütdürsə, bundan əvvəl gələn tək ədədimiz həmin n-dən bir vahid kiçik olan ədəddir. Ona görə n-1-i çap etsin. Əks halda, yəni bir ədədin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabər deyilsə, deməli 1-ə bərabərdir qalığımız. O zaman deməli daxil edilən ədədimiz tək ədəddir. Əks halda çap etsin n-2-ni. Belə, gəlin icra edək. Daxil edilən ədədimiz olsun 5. Bundan əvvəl gələn ədədimiz 3-dür. Əgər daxil edilən ədədimiz 5 olmasa, məsələn 10 demişdik, 10 olsa, bundan əvvəl gələn ədədimiz 9-dur. Deməli, bu bizim oldu ikinci sualımızın həlli. Keçək növbəti suala. Daxil edilən 3 rəqəmli natural ədədin sonuncu rəqəminin birinci rəqəminə bölünməsindən alınan qalığı çap edən proqram yazın. 3 rəqəmli natural ədəd deyir burada. Yəni, burada bir neçə 3 rəqəmli dediyinə görə bir neçə həll üsulu ola bilər. Gəlin, bu sualımızın yerində yazaq. Bir ədəd daxil edilir. Int input ədədi aldıq. Ədədin 3 rəqəmli ədəd olduğunu deyir. Ona görə biz burada bir neçə dedik həll yolu yaza bilərik. Gəlin ədədimizi birinci qaydada sətr tipinə çevirək. STR funksiyası ilə ədədi sətr tipinə çevirdim. Və ədədimizin birinci və sonuncu. Əgər bu sətr tipindədirsə, birinci rəqəmi 0-cı indeksdə durur. Sonuncu rəqəmi isə mənfi 1-ci indeksdə durur və yaxud da uzunluğundan bir vahid kiçik indeksdə durur. Belə yaza bilərik. Deməli, əgər deməli, n-də burada sualda bizə deyirdi ki, deməli, hansı-hansına tam bölünürsə deyirdi. Bir dənə baxaq. Sonuncu rəqəminin birinci rəqəminə bölünməsindən alınan qalığı istəyirdi. Sonuncunun birinciyə bölünməsi. Ona görə əgər heç burada şərt lazım deyilmiş, elə bizə bir D dəyişəni təyin edirəm. N-də mənfi 1-də duran elementin n-də 0-da duran elementə bölünməsindən alınan qalıq. Bunu mənimsədək deyə. Amma burada bir məsələyə fikir verməlisiniz uşaqlar. Deməli, əgər mən ədədi aldımsa və həmin ədədi sətr tipinə çevirdimsə, artıq bu ədədin rəqəmləri sətr tipindədir. Və mən n-də mənfi 1-də duran deyirəmsə, bu artıq, tutaq ki, bizim ədədimiz, baxın, gəlin burada yazaq, 365 idi. O zaman mən bunu sətr tipinə çevirdimsə, həmin ədəd oldu. Dırnaq içində 365, yəni bu artıq sətr tipindədir. Və əgər, gəlin bunları şərhə alaq, bizim kodumuza təsir eləməsin. Əgər mən burada mənfi 1-də duran deyirəmsə, bu artıq sətr tipində 5-dir. Yəni, sətr tipində olan 5-i, sətr tipində olan 3-ə bölmədən alınan qalıq işarəsilə mən bölə bilmərəm. Yəni, bu ancaq ədəd tiplərinin arasında olur. Ona görə gəlin bu ədədimizi, bu daha doğrusu rəqəmlərimizi int tip çeviricisindən ədədə çevirək. Suallarda bu məqama fikir vermək lazımdır. Deməli, sonuncunun birinciyə bölünməsindən alınan qalığı bir D-yə mənimsətdim. Bunu mənimsətməyə də bilərdiniz. Elə Promoy bunu printin içində
çap edə bilərdiniz. Mən ayrıca yazdım ki, tam anlayasınız nə etdiyimizi və bu print etsəz həmin o qalığı çap edəcək. Gəlin bunu icra edək. Baxın, ixtiyari bir ədəd, məsələn, 365-i yazıram. 5-in 3-ə bölünməsindən alınan qalıq bizə 2-ni geri qaytardı. Deməli, bu da bizim ikinci sualımızın həlli. Dediyimiz kimi, yəni burada belə də eləmək olardı. Printin içində promoy bunu yazmaq olardı və yaxud da gəlin ümumiyyətlə bunu başqa cür də həll eləyək. Bizə 3 rəqəmli ədəd dediyinə görə biz elə başdan buna ədəd kimi yanaşa bilərik. Bir A dəyişənim olsun. A dəyişənim həmin bu ədədin 10-a bölünməsindən alınan qalığa bərabər olsun. Çünki hansı ədədi 10-a böləndə alınan qalıq həmin ədədin sonuncu rəqəmi olur. Hətta gəlin bunun adına son rəqəm belə deyək, dəyişəni yazıram. Son rəqəm bərabərdir n-in 10-a bölünməsindən alınan qalığa. İlk rəqəm də bərabər olacaq. İndi biz 3 rəqəmli ədədin birinci rəqəmini ekrana çıxartmaq istəyiriksə, həmin o ədədin 100-ə bölünməsindən alınan tam hissə yazsaq, həmin ədədin birinci rəqəmini ekrana çıxartmış olarıq. Və bizə deyir ki, sonuncunun birinciyə bölünməsindən alınan qalıq. Sonuncu son rəqəmi idi, birinci də ilk rəqəmi idi. Çap et. Son rəqəmin, mən dəyişən adlarını biraz uzun yazdım, amma siz orada imtahanda yazanda çalışın, qısa adlar yazın. İlk rəqəmə bölünməsindən alınan qalığı ekrana çıxar. Gəlin yoxlayaq. Baxın, yenə də 365 yazıram, yenə də 2-ni ekrana çıxartmış olduq. Bu da bizim ikinci sualımızın həlli. Dəst 2-nin ikinci sualına baxaq. Daxil edilən natural ədədi 8-li say sistemində ifadə edərək çap edən proqramı Python dilində yazın. Gəlin yazaq. Deməli, daxil edilən ədədimiz, ixtiyari yenə bir ədəd alırıq istifadəçidən. Həmin bu ədədi 8-li say sisteminə çevirməliyik. Deməli, biz 8-li say sisteminə çevirəndə bilirik ki, 8-ə bölə-bölə gedirik. 8-dən kiçik qalıq alındısa, həmin qalıqları dairəyə alırıq. Yəni, 8-li say sistemində qalıqlar 8-dən kiçik rəqəmlər ola bilər. Həmin qalıqları bir dairəyə alırıq və sondan əvvələ doğru düzürük və 8-li say sistemində ədəd ifadə edirik. Biz bu bölməni nə zamana kimi davam edirik? Əslində, qismətdə 0 alınana kimi biz bu bölməni davam etdirməliyik. O zaman gəlin belə yazaq. Bir ədədimizi aldıq. Mən başda boş bir sətr təyin edirəm. Onu təyin etməkdə məqsədim həmin o qalıqları sondan əvvələ düzməli deyillikmi? Yəni, düzməliyik də nəyinsə içində. Ona görə mən S bərabərdir boş bir sətr açdım ki, bunun içərisində düzüm. Əslində, bunu boş bir siyahı açıb append metodundan əlavə də eləyə bilərsiniz. Bu şəkildə də yaza bilərsiniz. Həmin o appendlə əlavə etsəz əgər axırda reverse metodundan tərsinə düzə bilərsiniz. Gəlin bu yolla bir dəfə yazaq. Deməli, S bərabərdir boş bir sətrə. Deyirəm, nə qədər ki, həmin bu ədədimiz böyükdür 0-dan. Çünki biz deyirik, ədəd 0-dan böyük olana qədər, qismətdə 0 alınana qədər bu bölmə davam etməlidir. O zaman gəlin qalığı tapaq. Qalıq bərabərdir. N-in 8-li say sistemi deyirək. O zaman 8-ə bölünməsi alınan qalığa. Bu S bərabər olsun. STR Q əvvəl qalığı gələk, sonra S-i gələk ki, tərsinə düşsün. Çünki ilk qalıq əslində həmin o belə deyək də, ifadədə sonuncu olmalıdır. İlk qalığın sonuncu olması üçün gəlin bunu belə yazaq, görək alınırmı? STR Q üstə gələk S. Burada deməli, nə edəcək? Ədədi 8-ə böləcək, alınan qalığın üzərinə S-i gələcək. Sonra yenə belə deyək də, ikinci dəfə alınan qalığın üstünə təzədən S-i gələcəyinə görə ən sonda ən son alınan qalıq olacaq. Ona görə bu tərsinə düzəcək. O zaman ədədimizi 8-ə böldük, qalığı tapdıq, qalığı S-in üzərinə gəldik. Bəs ədədi hər dəfə 8-ə böldükdən sonra alınan natamam qisməti yazmalıyıq axı. Ədəd olduğu kimi qalsa,
Bu sonsuz dövrə qədər sonsuz dövrə düşəcək. Yəni sonsuza qədər davam edəcək. Ona görə n bərabərdir n bölə 8 yazırıq ki, natamam qismət tapılsın ki, bu qismətin təzədən 8-ə bölünməsindən alınan qalığı davam etdirsin. Bu şəkildə biz 8-li say sisteminə keçid edirik. Print deməli S. Çünki ədədimiz S-də toplanacaq. Gəlin indi bunu icra edək. Shell pəncərəsində bizdə rahat görə bilək deyə mən bunu yenidən icra edirəm. Baxın. Məsələn, 17 ədədini daxil edirəm. Deyir 8-likdə bu 2, 1 formasında yazılır. Belə, bu 8-lik say sisteminə keçid kodumuz. Əgər bunu 2-lik say sisteminə keçid etmək istəyirsinizsə, bu 8-ləri silirsiniz, yerinə 2 yazırsınız. Çünki 2-lik say sistemində 2-yə bölürük. Əgər digər say sistemlərini, məsələn 4-lüyə keçirsinizsə, burada 4-lük say sistemi kimi yazırsınız. Bir dənə 16-lıq say sisteminə keçiddə bir balaca fərqli məqamımız var. Onu da növbəti suallarda izah eləyəcəm. Keçək növbəti suala. Verilmiş siyahısının ədədi ortasından modulca böyük olan siyahının elementlərini çap edən proqramı Python dilində yazın. Burada bizə bir siyahı verilib və bu siyahının ədədi ortasını tapmalıyıq və sonra bu siyahının içərisində hansı ki elementlər ədədi ortadan böyükdür, onları çap etməliyik, amma modulca böyük olanları çap etməliyik. Gəlin yazaq. Bir siyahı verilib. Mən oradakı siyahını yazmayacağam. Özüm mən yazacağam siyahını. Hətta gəlin siyahını iki cür yazaq. Bir, verilmiş siyahı üzərində yazaq bu sualı. Bir də elementləri özümüz alaq. Yəni sayını bilmirik, özümüz alarıq. Məsələn, -3 olsun, 14 olsun, 25 olsun, 30 olsun, -24 olsun. Belə bir siyahım var. İndi mən bu siyahın ədəd ortasını tapacamsa, o zaman bir cəm məsələsi var deməli burada. Cəm məsələsi varsa S bərabərdir 0 yazdım. Və ədəd orta varsa, deməli burada siyahının elementlərinin sayı da olacaq. Ki, siyahın elementlərinin sayını biz çox rahat şəkildə tapa bilirik. Len A deyirəm. Bunları tək-tək dəyişənə mənimsətməkdə səbəbim, yəni sizin daha yaxşı başa düşməyinizdir. Amma burada C bərabərdir len A yazmasaz da, sonda elə len A-ya bölsəz alınan cəmi yenə də olardı. İndi gəlin siyahının elementlərinin ədədi ortasını tapaq. Görək bu siyahın ədədi ortası nədir? For in A. A siyahısının üzərində iterasiya aparsın və S bərabər olsun S plus I. Bu elementləri cəmləsin. Cəmlədi, bitirdi. Sonra dövrdən çıxdıq. Dövrdən çıxdıq və gəlin ədəd ortamızı tapaq. Ədədi orta bərabərdir. Ədədi orta bərabərdir cəmin saya bölünməsinə. Yəni S-in C-yə bölünməsinə. Ədədi orta bərabərdir S-in C-yə bölünməsinə. Deməli, burada ədədi ortanı tap. İndi biz siyahının üzərində iterasiya aparmalıyıq təzədən. Çünki deyir ki, siyahının deyir hansı elementi ədədi ortadan modulca ədədi ortadan böyükdürsə, həmin elementlər çap olunsun. Gəlin bunu da dövrə salaq. For in A, yenə A siyahısının üzərində iterasiya aparıram. Əgər ABC I, çünki modulca demişdi bizə, böyükdürsə ədədi ortadan, əgər belədirsə, onda həmin o ini, həmin o elementi çap eləsin. Gəlin bir də yoxlayaq, görək xətamız yoxdur ki, bizə bir siyahı verildi. Biz həmin siyahıda cəmləyəcəyik deyə ədəd ortada S bərabər 0 təyin elədik və saya bölmək üçün bir len A ilə uzunluğunu tapıb C-yə mənimsətdik.
Sonra həmin siyahının üzərində iterasiya yapardıq. Əslində mən burada cəmini rahat tapa bilərdim, sumla tapa bilərdim. Sadəcə mən istəyirəm ki, siz biraz dövrlərlə işləməyə daha yaxşı öyrənəsiniz. Yəni çalışaq ki, biz bunu da dövrlə yazaq. Hətta istəsəz bunun sayını da dövrlə tapa bilərdiniz, amma burada artıq ehtiyac yoxdur. Deməli, həmin siyahının üzərində iterasiya yapardıq və həmin siyahın elementlərini topladıq. Ədəd ortanı tapanda cəmi saya böldük. Siyahının üzərində yenidən iterasiya qurduq və modulca ədəd ortadan böyük olan elementləri çap etdik. Bu bizim birinci yolumuz. Gəlin bunu icra edək. Baxın. 14, 25, 30 və mənfi 24. Mənfi 24-ü də çıxartmanın da məqsədi odur ki, səbəbi odur ki, mənfi 24-ü modulca götürür. Gəlin də bunu biraz daha sadələşdirək. Məsələn, dediyimiz kimi bunu belə də yaza bilərdiniz. Bax, bu hissəni yazmıram. Yazıram bir D dəyişən bərabərdir sum aya. O zaman cəm oldu D-də, say oldu C-də. Ədəd orta bərabər olacaq D-nin C-yə bölünməsinə. Bu şəkildə də yaza bilərik. Yəni, belə də alınır. Hətta bunu biraz daha belə də qısa şəkildə yaza bilərsiniz. Burada ədəd orta bərabərdir. Bu C-yə və D-yə mənimsətməyimizə ehtiyac yoxdur. Elə sum A bölünsün len A yaza bilərsiniz. Hətta bu şərtin içində də promo yazmaq olar ki, yəni bir dəfəlik yazmaq olar ki, sum A-nın len A-ya bölünməsindən alınan hissə əgər ABC bu hissədən böyükdürsə, onda həmin ədəd çap et. Belə 2-3 sətirlik bir kod da yazmaq olar. Ümid edirəm bunu başa düşdünüz.